Bugün elə bir yazıcıdan bəhs edəcəyik ki, minlərlə uşaq onun şeirləri və şeirlərinə bəstələnmiş musiqilərlə böyüdü. Söhbət Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Respublikanın əməkdar incəsənət xadimi, tanınmış şairə Xanım Ana Əlibəylidən gedəcək. Xanım Ana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Xanım Ana Sabir qızı Əlibəyli 1920-ci il aprel ayının 20-sində Bakının Keşlə kəndində anadan olmuşdur. O hələ yeniyetmə vaxtlarından ədəbiyyata maraq göstərmiş, şeirlər yazmış, Azərbaycan və rus dillərində uşaq ədəbiyyatı nümunələrini oxumuşdur. Xanım Ana Əlibəyli Bakıda Tibb İnstitutuna daxil olmuş, 1942-ci ildə institutu bitirərək təyinatla Masallıya göndərilmiş, orada kənd tibb məntəqəsində fəaliyyətə başlamışdı. İkinci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuş və fakültənin müvəffəqiyyətlə bitirmişdir. O uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Xanım Ana Əlibəylinin ilk şeirləri 1938-ci ildən dövrü mətbuatda dərc olunmağa başlamış. 1955-ci ildə Balaca Həkim adlı ilk kitabı Uşaq Gənc Nəşr tərəfindən 30 min nüsxə tirajla çap olunmuşdur. Xanım Ana Əlibəyli 1953-cü ildə SSR Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. Müxtəlif illərdə Gözəllər Gözəli, Nişanlı Quş, Aycan, Dovşanın ad günü, Cunquş, Kənd həkimi, Durnalar lələk salır, Meyvələrin şahı və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi şərəfini gətirmişdir. Onun Cunquş adlı əsəri vaxtilə Respublikanın dövlət mükafatına layiq görülmüşdür. 1980-ci ildə Kukla Teatrı Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində Xanım Ana Əlibəylinin Cunquş piyesi əsasında hazırlanmış tamaşa böyük rəğbətlə qarşılanmışdır. Xanım Ana Əlibəylinin sənəti həmişə diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. Aycan piyesinin uğurlu tamaşası münasibəti ilə şairə tamaşanın yaradıcı heyəti ilə birlikdə Azərbaycan SSR-nin dövlət mükafatına layiq görülmüşdür. Əməkdar müəllim 1991-ci ildə əməkdar incəsənət xadimi, 1998-ci ildə ilin qadını fəxri adlarına layiq görülmüşdür. 1999-cu ildə Ümumilli lider Heydər Əliyev Xanım Ana Əlibəyliyə prezident təqaüdü təyin etmişdir. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Xanım Ana Sabir qızı Əlibəyli 2007-ci il may ayının 7-sində vəfat etmiş, Bakıda dəfn edilmişdir.